2 yaş sindromunun əlamətləri hansılardır? İnadkarlıq, aqressiya, mən. Bu kimi təpkilər gördükdə valideynlər çox çətinliklərlə üzləşirlər bəzən və nə edəcəklərini bilmirlər. İlk öncə onu demək istərdim ki, valideynlər, nəzərə alın ki, bu durum keçicidir və müəyyən zamandan sonra bitəcək. Amma bu zaman sizin düzgün rəftar etməyiniz, düzgün qərar verməyiniz çox önəmlidir. Məsələn, çoxumuz uşaqlıq dövründə olmaz, bunu etmə ifadələrini çox eşitmişik. Biz bu ifadələri bugün dəyişə bilərik. Mən bugün sənin bu cür rəftar etməni istəmirəm və yaxud da ki, sən bunu etməsən, telefonu sənin əlindən alacam və yaxud da ki, sən oyuncaqlarla oynamayacaqsan. Bu artıq tipiki cəza gedir. Amma sən əgər telefona baxmaq istəyirsənsə və yaxud həyatda oynamaq istəyirsənsə, oyuncaqlarla oynamağa qazan desək, onda nəticəsi daha yüksək olmuş olacaq və 2 yaşında ən çox uşaqlarda üzləşdiyimiz problemlər inadlaşmaq olur.